Salam, mən Bakı Avropa Liseyinin 10-cu sinif şagirdi və ICT Masters Organization üzrəyəm. Bugünkü videoda sizə ICT Məclili ilə birgə hazırladığımız Mnemonic Devices və Mind Map treyningində adı çəkilən toolların tutorialını təqdim edəcəm. İndi isə keçək toolumuza. Toolun adı belədir, mindmeister.com. Bu tool vasitəsilə hal-hazırda sizin beyninizdə dolaşan, tam olaraq yadınızda saxlaya bilməyən bəzi informasiyaları və yaxud gələcəkdə quracağınız planları, həmçinin beynəlxalq səviyyədə, daha yüksək səviyyədə olan layihələrin hazırlanmasında və daha sxematik qurulmasında MindMeister'dan istifadə edə bilərsiniz. İlk öncə qeydiyyatdan keçmək lazımdır və bildirim ki, qeydiyyat pulsuzdur. Qeydiyyatdan keçmək üçün burada YT düyməsinə daxil oluruq, çünki daha asan açılır burada və əgər sizin profiliniz yoxdursa, sağ tərəfdə, aşağı hissədə olan registrasiyaya daxil olursunuz, qeydiyyatdan keçirsiniz və yaxud da daha asan üsul olan Facebook profilinizlə qoşulursunuz. Mənim üçün daha asan olan Facebook olduğu üçün hal-hazırda Facebook'a qoşuluram. Mindmap sayəsində siz həqiqətən də üstündə çox fikirləşib yadınızda saxlaya bilmədiyiniz bəzi mövzular olur ki, həmin mövzuları Mindmap vasitəsilə çox yaxşı yadınızda saxlayasınız. Nəinki qısa müddətdə, hətta uzun müddətdir. İndi isə başlayaq yeni bir mind map qurmağa. Bunun üçün burada New Mind Map düyməsini görürük və bu düyməyə daxil oluruq. Bu düyməyə daxil olduqda belə bir pəncərə açılır. Əgər siz tamamilə tam başdan öz mind mapinizi qurmaq istəyirsinizsə, bu blank seçirsiniz. Yəni, tamam boş. Lakin hansısa sxem üzərində işləmək və yaxud sxem olsun, yalnız yazılarını dəyişin, o səpkidə işləmək istəyirsinizsə, digər templateləri seçməlisiniz. Mən səhər keçmək istəyirəm adi bir mind map açmamağa, çünki bəzi kiçik miqyaslı hissələr var burada, hansı ki, onları mən sizə bildirməliyəm. Gördüyünüz kimi, ortada əsas mövzu dayanıb. Bildiyimiz kimi mind mapdə tam əsas bir mövzu olur. Digərləri isə onun şaxələri olur. Gəlin elə müəyyən bir layihə üçün yox, elə öz həyatımızda, gündəlik həyatımızdan və yaxud da şəxsi həyatımızla bağlı bir mind map hazırlayaq. Misal üçün, ad günüm. Ad günü şənliyim. Belə olsun, daha maraqlı olsun çünki. Ad günü şənliyim. Bəli, siz ad günü şənliyi qeyd etmək istəyirsiniz və ora çağırılacaq qonaqların, orada menüdə olacaq yeməklərin və s. və orada çalınacaq musiqilərin, onların siyasını mind maps vasitəsilə tuta bilərsiniz. Necə? Hal-hazırda göstərəcəm. Əsas mövzunu tam başda qeyd elədik. Və MindMeister saytında sizin əsas mövzunuzun burada gördüyünüz kimi, burada şriftlərin ölçüsü, sağ tərəfdə isə çoxlarımızın bildiyi bold və çəpəki yazılması, yəni maili yazılmasıdır. Əsas mövzunu qeyd etdikdən sonra ona fon da verə bilərik, bir neçə rəng qoya bilərik onun yazısına, həmçinin onun arxasındakı çərçivəyə, misal üçün qırmızı və yaxud formasını dəyişə bilərik. Bu kimi dəyişikliklər etmək olar. Və əsas hissəyə keçməyə lazımdır. Sizin əsas mövzu şaxələnməlidir. Onu şaxələndirmək üçün tam yuxarıda gördüyümüz bu üstə gəl işarəsinə daxil oluruq. Add an idea. Buna daxil olduqdan sonra gördüyümüz kimi tam başdan bir qol açıldı. Həmin qola misal üçün yazaq qonaqlar. İkinci bir şaxəni yaratmaq üçün 2 dəfə enter düyməsinə daxil oluruq. 2 dəfə enter düyməsini basdıqdan sonra yeni bir şaxə yaranır, yeni bir budaq yaranır. Burada yazaq musiqilər. Gəlin bir şaxə də əlavə edək. Bu da olsun yeməklər. Bəli, bu gördüyünüz kimi mind map'dir, lakin çox sadə bir formasıdır. Bunu daha da mürəkkəbləşdirmək, daha da yaymaq, şaxələndirmək üçün yenidən böldüyümüz şaxələrin budaqlarının üzərinə daxil oluruq. Misal üçün qonaqlar. Yenidən üzərində üstəgəl düyməsini basırıq və gördüyünüz kimi yeni bir hissə açıldı. Qonaqlarda qeyd edək
Misal üçün məktəb yoldaşları. İkinci bir şaxəni yaratmaq üçün 2 dəfə enter düyməsinə basırsınız. Gördüyünüz kimi artıq qonaqlar özü də bir neçə şaxədən ibarət olur. İş yoldaşları və daha birini də əlavə etsək, ictimai sferadan, sfera yoldaşları. Bəli, gördüyünüz kimi çox maraqlı bir şaxələnmə yarandı hal-hazırda. Və siz baxan kimi ay kimi yazımı, ay hansı məkandan kimlərsə çağırmadım deyə narahatçılıq, təşviş içində qalmırsınız. Siz daha asan yadınızda saxlayırsınız və bir şey yadınızdan çıxda bu mind map'ı açırsınız və asanlıqla baxıb yadınıza sala bilərsiniz. Keçdik musiqilərə. Musiqilərdə əlavə edirik. Üzr istəyirəm. Bəli, musiqilərdə əlavə edirik. Klassika. İkinci bir şaxə. İkinci bir budaq. Əlavə edək. Misal üçün rap. Və birini də əlavə edək. Bu da olsun rock. Misal üçün, yəni, tam olaraq ağlıma gəlmədiyi üçün sizə, yəni, düzdür, ad gün şənliyində deyə bilərsiniz, yəni, rock bu qədər, amma mümkündür, yəni. İndi isə keçdik əsas hissəyə. Yeməklər, ad gün şənliyinin tam olaraq demək olar ki, keçdiyi hissə. Yeməksiz ad günü biraz, yəni, insan acılıqdan sonra biraz problemlər olur. İndi isə yeməklər hissəsini şaxələndirək. Yenidən eyni qaydada daxil oluruq üstə gələ. Salatlar 2 enter. Kebablar 2 enter. Qısa konkret yazaq. Tort. Ən sonda tort, yəni. Bəli. Tam olaraq belə bir mind map yaranır. Və siz bu mind map'də artıq bəzi yadınızdan çıxa bilən məqamları yadınıza asanlıqla salırsınız. Hətta misal üçün belə deyək, mind map'in vərəq üstündə çəkiləni də elə sizin müəyyən bir fənni öyrənməyinizdə, konspektləşdirmənizdə mind map'dən istifadə edə bilərsiniz. Misal üçün bildirdiyimiz kimi. Yəni mind map'in elektron forması təbii ki daha üstündür. Çünki sizin bunu dostlarınızla paylaşa bilmə məqamı var. Və bu mənim fikrimcə ən əsas məqamlardan biridir. Siz kağızda nəyisə hazırlayıb, harasa çəkib göndərməkdənsə, elə kompüter qarşısında oturmuşsunuz, mind map'inizi hazırladınız və yalnız kifayətdir ki, bu share this map düyməsinə daxil olursunuz. Lakin, bundan öncə daha bir hissəni vurğulamaq istəyirəm. MindMizer toolu ilə siz əlavə elədiyiniz başlıqlara şəkillər əlavə eləyə bilərsiniz. Necə? Burada gördüyünüz sağ hissədə image var. Həmin o image isə daxil oluruq və burada misal üçün ad günü şənliyi. Misal üçün bunu əlavə eləyək. Tam olaraq, yəni mənim şəxsimə, mənə uyğun olan bir şey, yəni tam olaraq uyğun olmasa da bunu qeyd eləyək sizə göstərmək üçün. Və hər bir hissədə də rəqəmlərdən və smile-lardan istifadə edə bilərsiniz. Qonaqlar, gülən smile. Bildiyimiz kimi çoxlarımızın işlətdiyi hal-hazırda gülən smile. Və s. Bu kimi özəllikləri var bu səbit toolun. Və ən sonda share this map düyməsinə daxil olursunuz. 3 hissə yaranır. Private, shared, public. Private sizin sadəcə olaraq özünüzdə yadda saxlamağınız üçündür bunu. Misal üçün profilinizə daxil oldunuz, bu mind map o dəqiqə sizin gözünüzün qarşısına çıxacaq. Lakin, əgər ki istəyirsiniz ki, mənim dostlarım da bunu görsün, necə bir plan qurduğumu, ad günümün nə kimi özəlliklərinin, sürprizlərinin olduğunu
görsün. Onda public düyməsini basırsınız. Public yalnız belə bir məqam var. Siz public düyməsini basdıqda o hər kəs üçün açıq olur. Lakin istəyirsinizsə ki, sizin şəxsi dostlarınız bunları görsün. Burada share düyməsini seçirsiniz və invite people düyməsinə daxil olduqdan sonra dostlarınızın e-mailini və yaxud adlarını daxil edirsiniz. Və həmin dostlarınız daxil olur, sizin nə kimi planlar qurduğunuzdan xəbərdar olur. Və beləliklə bugün mən sizə MindMeister saytını izah elədim. Diqqətinizə görə minnətdaram.